Martın 18-də Cəmi Seyrangahı Mədəniyyət və İstirahət kompleksində Bahar Festivalı start götürüb. Festivalda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri iştirak ediblər. Əvvəlcə xalqımızın ümumi lideri Heydər Əliyevin Cəmi Seyrangahındakı büstü ziyarət edilib, önünə gül dəstələri düzülüb. Milli geyimli Bahar qız bayram münasibəti ilə iştirakçılara təbriklərini çatdırıb, festivalı açıq elan edib. Salam, bayram tədbirimizə xoş gəlmişsiniz. Bahar təravətli Novruz bayramımız mübarək olsun. İcazə verin sizi tədbirimiz ilə tanış edim. El Ağsaqqalı Dədə Qorqud Baharın gəlişi münasibəti ilə xeyir-dua verib, bayram tonqalını alovlandırıb. Bugün Oğuz elinə Novruz gəlir. El-oba tonqal ətrafına toplaşır. Yeni ili qarşılamaq üçün. Bu il biz artıq 5 ildir ki, möhtəşəm bayram şənliyini zəfər müjdəsi ilə qeyd edirik. Novruz, qədəmlərin sayalı olsun. Bayramınız mübarək olsun. Şərur Xalq Yallı ansamblı tərəfindən milli rəqslərimizdən ibarət bədii kompozisiya təqdim olunub, Naxçıvan Dövlət Uşaq Teatrının aktyorları Novruz bayramının milli atributlarından sayılan Kosa və Keçəl səhnəciyini, Naxçıvan Dövlət Kukla Teatrının kollektivi isə Saçları Səmən Oğlan tamaşasını nümayiş etdirib. Festival iştirakçıları Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyinin penitensiar xidməti, eləcə də istedadlı şəxslərin təşkil etdikləri müxtəlif sənətkarlıq nümunələri və əl işlərindən ibarət sərgi ilə, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tullantıları Tinclərə Dəyiş aksiyası ilə tanış olublar. Festivalda Muxtar Respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən ictimai iaşə xidməti də təşkil edilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbirdə çıxış edərək bildirib ki, xalqımızın milli dəyərləri içərisində Novruz bayramı xüsusi yer tutur. Bayramın mahiyyətini ifadə edən sülh, quruculuq və həmrəylik məfkurəsi Azərbaycan xalqının milli ruhunun, yaddaşının təzahürü, müstəqilliyimizin və dövlətçiliyimizin təntənəsidir. Novruz bayramı ölkəmizdə iqtisadi yüksəlişlə həmahəng qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımız Novruzu sabitlik, inkişaf və rifah şəraitində qarşılayır. Qeyd edilib ki, ölkəmizin ümumi inkişafı onun hər bir bölgəsində olduğu kimi Naxçıvanda da sosial-iqtisadi həyatın bütün sahələrini əhatə edib. Xüsusilə də Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramının ardıcıl şəkildə icrası Muxtar Respublikanı yeni inkişaf hədəflərinə doğru uğurla aparır. Dövlət proqramına uyğun olaraq bu il İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi ölkə prezidentinin Naxçıvana növbəti diqqətinin daha bir ifadəsi olmaqla Muxtar Respublikada enerji təhlükəsizliyinə ciddi töhfələr verəcək. 2025-ci ildə Naxçıvan Muxtar Respublikasında mühüm infrastruktur tədbirləri həyata keçiriləcək. Avtomobil yolları yenidən qurulacaq, məktəb binalarının, uşaq bağçalarının inşasına başlanacaq, eləcə də tarixi abidələrdə beynəlxalq mütəxəssislər tərəfindən bərpa konservasiya işləri həyata keçiriləcək. Hazırda Muxtar Respublikada avtomobil yollarının yenidən qurulması ilə bağlı ümumi dəyəri 80 milyon manatdan artıq olan satın alma müsabiqələri davam etdirilir deyən səlahiyyətli nümayəndə vurğulayıb ki, il ərzində 10 milyon manatdan artıq tibbi avadanlıqların alınması nəzərdə tutulur. Bu il Araz 1 və Araz 2 nasos stansiyalarının, Bənəniyər su anbarının su gətirici kanalının yenidən qurulması aparılacaq ki, bu da əkin sahələrinin dayanıqlı su təminatına imkan verəcək. Elektrik enerjisi təminatının yaxşılaşdırılması istiqamətində də tədbirlər görülür. Hazırda ümumi dəyəri 40 milyon manat olan elektrik verilişi xətlərinin inşası ilə bağlı satın alma müsabiqəsi davam etdirilir. Bununla yanaşı, il ərzində Muxtar Respublikada 3 yarım stansiyanın, 20 kənd elektrik verilişi sisteminin, 30 meqavat gücündə günəş elektrik stansiyasının inşası nəzərdə tutulur. Diqqətə çatdırılıb ki, mənzil bazarında tələbatın artması Naxçıvan şəhərində yeni yaşayış komplekslərinin inşasını da zərurəti çevirib.
Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Naxçıvan şəhərində 5 hektar sahədə yaşayış kompleksinin tikintisi ilə bağlı layihələndirmə işləri aparılır. Bununla yanaşı, hazırda Naxçıvan şəhərində sahibkarlar tərəfindən 2 yeni yaşayış kompleksi də inşa olunur. Bütün bunlar onu deməyə əsas verir ki, ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qətiyyətli siyasətinin nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası daha böyük inkişafa qovuşacaq. Buna misal olaraq, Azərbaycan Respublikası İqtisadi Şurasının Naxçıvanın azad iqtisadi zon olması ilə bağlı yeni qərarları var. Bu sahədə də işlərin qətiyyətlə aparıldığını vurğulayan Fuad Nəcəfli, bu əziz bayram günündə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin hörmət və ehtiramla yad edib, şəhid ailələrini, qazilərimizi, bütün Muxtar Respublika əhalisini təbrik edib, sağlıq və səadət arzulayıb. Bahar Festivalı Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının rəqs nömrələri və Azərbaycan Respublikasının xalq artisti Gülyaz Məmmədovanın ifaları ilə davam edib. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə başlayan Bahar Festivalı martın 23-nədək davam edəcək.